Tiroid və zob xəstəliyi. Hamiləliyin erkən dönəmlərində xorinik gonadotropinin təsiri ilə TSH hormonunda düşmələr baş verir və bu öncədən zob xəstəliyi olan, tiroid xəstəliyi olan analarımızın maalesef öz başına təqibini dayandırmasına və hətta ilacı öz başına kəsməsinə səbəb olur. Bu gələcək trimestrlərdə, hamiləliyin irəliləyən dönəmlərində maalesef ağır nəticələrlə üzləşməyimizə səbəb olur. Burada tiroid hormonları və yod birbaşa uşağın sinir sisteminə və ürək-damar sisteminə təsir etdiyi üçün zəka geriliyi, uşaqda inkişaf geriliyi, ürək ritm pozulmaları, erkən doğum və maalesef ana bətnində fetal ölümlərlə qarşımıza çıxır. Anada olan ağırlaşmalar isə təzyiq yüksəkliyi, preeklamsiya, yəni hamiləlik zəhərlənməsi, tireotoksikoz və maalesef ana ölümləri ilə qarşımıza çıxa bilər. Bu səbəblə hətta normal olsa belə mütləq trimestrlərə görə TSH dəyəri, T3, T4 dəyərləri və gərəkirsə anti-TPO dəyərlərinə baxılaraq həm ginekoloq, həm endokrinoloq nəzarətində bu hamilələrimiz sağlıqlı bir şəkildə hamiləliyini başa vurmalıdır.